Hər vaxtınız xeyir olsun. Yenə sizlər üçün mişarlama qutusu haqqında tərtib etdiyim yeni sualın izahını təqdim edəcəm. Bu testi ödənişsiz qrupa təkrar yönləndirdiyim halda çox sayda müəllimlər arasında fikir ayrılığı yaratmışdı. Sizlər üçün izahını təqdim edim. İnşallah hər biriniz üçün anlaşılan olacaqdır. Testin şərtinə diqqət edək. Diqqət edəcəyimiz başlıca məqam testin şərtində doğru fikri yoxsa yanlış fikri soruşur. Bizim testin şərtində tərtibat haqqında doğru fikri tapın. Deməli, biz şəkildə əks olunanlar, təsvir olunanlar haqqında variantlarda doğru fikirləri axtarmalıyıq. A variantını təhlil edəcəm. Müxtəlif bucaqlar altında metal pəstahların eninə dəqiq mişarlanması üçündür. Müəllimlər, biz mişarlama qutusunda oduncaq pəstahların müxtəlif bucaqlar altında mişarlanmasını öyrənmişdik. A variantı metal sözünə görə yanlış variant olacaqdır. Amma testin şərtində bizdən doğru fikri soruşur. Ona görə A variantı bizim doğru variant olmayacaqdır. B variantı müxtəlif bucaqlar altında oduncaq pəstahın uzununa dəqiq mişarlanması üçündür. B variantı uzunluğa sözünə görə yanlış variant olacaqdır. Biz mişarlama qutusunda mişarlama əməliyyatı zamanı öyrənmişdik ki, bəli, oduncaq pəstah həmin bu taxta, müəllimlər, deməli, baxın, oduncaq pəstah mişarlama qutusunda liflərinin eninə dəqiq istiqamətində kəsiləcək. Diqqət eləsəz, müəllimlər, bəli, həmin bu pəstah, taxta tirciklər arasında uzunluğa yerləşdirilib. Baxın, bu tirciklərdir. 1, bu da 2, üstə təməldir. Bir dənə aydın qeyd edeyim. Öyrənmişdik ki, mişarlama qutusunun quruluşunda 3 hissə var. Baxın, 1, 2, bu da 3. 1 və 2 ilə qeyd etdiyim tirciklər, 3 ilə qeyd etdiyim təməldir. Mişarlama qutusunun quruluşunda 3 hissə vardır. 2 tircik, 1 təməl. 1 və 2 ilə qeyd etdiyim mişarlama qutusunun tircikləri 3də təməl olan hissəsidir. Bəli, bu əməliyyatda şəkildə görürük ki, mişarlama qutusunda həmin bu taxta, oduncaq pəstah tirciklər arasında uzunluğa istiqamətində yerləşdirilib. Amma öyrənmişik ki, həm də şəkildən aydın görünür ki, mişarlama əməliyyatından aydın görünür ki, mişarlama qutusunda oduncaq pəstah liflərinin